Victor Hugo, Gülən adam. Proloq. Ursus ilə Qomu bir-birinə möhkəm dostluq telləri ilə bağlanmışdılar. Ursus insan, Qomu isə canavar idi. Xasiyyətcə onlar bir-birinə çox bənziyirdilər. Canavara Qomu adını insan vermişdi. Qomu sözünün mənası insan deməkdir. Çox güman öz adını da özü fikirləşmişdi. Özünə isə Ursus ləqəbini seçdiyindən Ursus mənası ay deməkdir. Qomu adını heyvana verməkdə qeyri-adi heç nə görmürdü. İnsanla heyvanın dostluğu vaxtaşırı yarmarkalarda, məhəllələrdə keçirilən bayramlarda, yol ayrıcılarında toplaşan adamların çox xoşuna gəlirdi. Məzəli adamlara qulaq asmaq və hər cür yalançı dava-dərman almaq cəmaatın həmişə xoşuna gəlir. Heç bir məcburiyyət olmadan öz sahibinin əmrlərini asanlıqla yerinə yetirən əl canavarı hamını razı salırdı. İpə-sapa yatmayan varlığın ram edilməsi adama çox xoş gəlir. Bəlkə də heyvanların təlimlə necə ram edilməsini müşahidə etməkdən gözəl heç nə ola bilməz. Kralların təntənəli nümayişlərini izləmək üçün belə çox adamın yığışması da bununla bağlıdır. Ursus ilə Qomu küçədən küçəyə, Aberystwyth meydanından Edinburgh meydanına, bir yerdən başqa yerə, qraflıqdan qraflığa, şəhərdən şəhərə tez-tez yerlərini dəyişdirirdilər. Bir yarmarkada bütün bacarıqlarını nümayiş etdirib başqasına keçirdilər. Ursus lazımi qədər öyrədilmiş Qomunun gündüzlər dartıb apardığı, gecələr isə qoruduğu təkər üstündəki taxta evcikdə yaşayırdı. Yol çalalara, palçığa görə keçilməz olanda və ya dağa dırmaşanda insan canavarla yan-yana qardaş kimi boyunduruğa qoşularaq onun arabanı dartmasına kömək edirdi. Beləcə bir yerdə qocalırdılar. Onlar harda oldu? Şumlanmamış torpaq sahələrində, meşələrdəki talalarda, bir neçə yolun kəsişdiyi yerdə, kəndlərin yaxınlığında, şəhər darvazalarının yanında, bazar meydanlarında, cəmaatın istirahət etdiyi yerdə, parkların kənarında, kilsələrin girişində gecələyirdilər. Araba hansısa yarmarka meydanında dayanan kimi ağzı açıq qeybətçilər qaçıb gəlirdi. Arabanın ətrafında bir xeyli veylin toplaşdığından istifadə edən Ursus boşboğazlıq etməyə başlayır və Qomu bu söhbətlərini bəyənirmiş kimi diqqətlə qulaq asırdı. Sonra canavar taxta kasanı dişində tutaraq nəzakətlə tamaşaçıların qarşısından keçirdi. Onlar öz dolanışıqlarını belə qazanırdılar. Canavar da, insan da mədəni idi. İnsan mı canavarı öyrətmişdi, yoxsa özü mü ondan bəzi canavar hoqqalarını öyrənmişdi, bilinmirdi. Ancaq buna görə daha çox verirdilər. Ən əsası, insana çevrilmə. Sahibi ona dostcasına məsləhət verirdi. Canavar heç vaxt qapmırdı. İnsan isə bəzən buna yol verirdi. Hər halda Ursusu dişləməyə meyilli idi. Ursus adama yovuşmaz idi və insanlara qarşı öz nifrətini açıq-aşkar göstərmək üçün tərxəklik edirdi. İstənilən halda necə də olsa qarınlarını doyurmalıydılar. Əks təqdirdə qarın bu istəyini həmişə büruzə verir. Bununla belə bu adama yovuşmaz təlxək görünür bu həyatda daha gərəkli yer tapmağa və daha çətin işdən yapışmağa başladığı üçün həm də həkimlik edirdi. Bu azmış kimi Ursus həm də dodaqlarını tərpətmədən danışmağı bacarırdı. O, ətrafdakıların hər hansı birinin səsini və intonasiyasını çox dəqiqliklə təkrar edərək onları çaşdıra bilərdi. Tək başına bütöv izdihamın səsini çıxara bilirdi. Buna görə də onu müəmmalı adlandırmaq olardı. O özünü elə belə də adlandırırdı. Ursus hər cür quşun, şən qara toyuğun, torağayın, sərçənin, onun özü kimi sərgərdən olan ağsinə qara toyuğun səsini çıxarda bilirdi. Bu istedadı sayəsində istənilən vaxt sizdə insanların səsi ilə gürlayan meydan ya da sürü otlayan çəmənlik təsəvvürü yarada bilər. O, hərdən hayküylü izdiham kimi vahiməli, hərdən isə sakit səhər şəfəqi kimi cazibədar olurdu. Bu cür istedada az da olsa hələ də rast gəlinir. Keçən yüzillikdə izdihamın gürültüsünü və heyvanların səsini oxşadıb bütün heyvanların qışqırıq səsini çıxaran Tuzel adlı birisi Buffonun yanında insan heyvan kimi yaşayırdı. Buffon tanınmış fransız təbiətşünası, çoxcilli təbii tarix əsərinin müəllifi. Ursus gözü açıq, son dərəcədə özünə məxsus və həmişə yeni bir şeyə öyrənmək həvəsli adam idi.
O, bizim boş söhbətlər adlandırdığımız hər cür cəfəngiyatı çox xoşlayırdı və özünü güya bütün bunlara inanırmış kimi göstərirdi. Bu, hiyləgər fırıldaqçıların qaydasıdır. O, əl və ya fikirləşmədən açılan kitabla fala baxır, gələcək taleyi deyirdi. Əlamətləri izah edərək qara madyanla rastlaşmağın uğursuzluq əlaməti, ancaq yola çıxmağa tam hazır olan zaman hara gedirsən sualının verilməsinin daha qorxulu olduğunu deyirdi. O özünü mövhumat inanclarının satıcısı adlandırır. Mən bunu gizlətmirəm. Bax mənimlə Keterber arxiyepiskopun arasındakı fərq elə budur, deyirdi. Qəzəblənmiş arxiyepiskop bir dəfə onu yanına çağırdı. Ancaq Ursus incəliklə arxiyepiskop həzrətlərinin qarşısında özünün Məsihin doğum gününə hazırladığı moizəsini oxuyaraq onu özünə ram etdi. Bu, arxiyepiskopun çox xoşuna gəldiyindən onu əzbərlədi. Kafedradan səsləndirdi və onun öz əsəri kimi çap edilməsinə göstəriş verdi. Buna görə də Ursusu bağışladı. Özünün həkimlik bacarığı sayəsində, bəlkə də onun əksini olaraq Ursus xəstələri müalicə edirdi. O bunu ətirli maddələrlə edirdi. Müalicəvi bitkiləri yaxşı tanıdığı üçün bir çoxlarının məhəl qoymadığı ağ və həmişəyaşıl murdarça, qara başın ağacı, çiyin kimi bitkilərin müalicəvi gücündən bacarıqla istifadə edirdi. Vərəmi şehuti ilə müalicə edir, bitkinin necə istifadəsinin daha düzgün olmasını, məsələn, südləyən bitkisinin kökünə yaxın hissədə dərilmiş yarpaqlarından işlətmə dərmanı, yuxarı hissədə dərilmiş yarpaqların isə qusturma dərmanı kimi istifadəsini bilirdi. O, boğaz ağrısını dovşan qulağı adlanan bitkinin törəmələri ilə sağaldır, öküzü hansı qamışla, atın ağrıyan ayağını nanənin hansı növü ilə müalicə edəcəyini bilir. Hamının bildiyi kimi ikicinsli olan mandaqoranın bütün qiymətli, xeyirli xüsusiyyətindən xəbərdardı. Onda hər bir xəstəlik üçün dərman var idi. Yanığı salamandrın dərisi ilə sağaldırdı. Pliniyin sözləri ilə desək, Neronun salfetləri də salamandrın dərisindən hazırlanırdı. Ursus distilli aparatı və kolbadan istifadə edirdi. O özü distilli edir, özü də universal dərmanını satırdı. Deyilənə görə onu vaxtsa ağıldan kəm hesab edib dəlixanaya salıbmışlar. Sonra sadəcə şair olduğunu başa düşüb azadlığa buraxıblar. Ola bilsin heç bunlar olmamışdı. Bizim hər birimiz belə qeybətlərin qurbanı olmuşuq. Əslində Ursus savadlı, gözəlliyi sevən və latın şeirləri yazmaq xoşlayan biri idi. O, 2 sahə üzrə savad almışdı. Eyni zamanda Hipokrat və Pandarın işlərini davam etdirirdi. Şairlik sənətində o, Ranen və Vida ilə yarışa bilərdi. Yezuit tragediyasını heç də Buqur atadan pis yazmazdı. Qədim məth etmə ritmi və ölçülərinin lazımi qədər bilməsi sayəsində Ursus gündəlik yaşayışında onun özünə məxsus cümlələr və bir xeyli klassik metaforlardan istifadə edirdi. Salerno məktəbi məsləhət görürdü. Salerno məktəbi Cənubi İtaliyanın Salerno şəhərində orta əsrlərdə tanınmış tibb məktəbi. Az-az yeyin, ancaq tez-tez yeyin. Ursus arabir və az yeyirdi. Beləcə bu məsləhətin birinci hissəsini əməl etsə də, ikinci hissəsini yerinə yetirə bilmirdi. Ancaq bu cəmaatın günahı idi. Onlar hər gün toplanmır, ondan tez-tez neysə almırdılar. Ursus deyirdi: "Bir ağıllı kəlam ağzından atarsan, yüngülləşərsən. Canavar ulamaqda, qoyun istiyunda, meşə moroqluqda, qadın sevgidə, filosof isə ağıllı kəlamlarda rahatlıq tapır." Ursus ehtiyac yarandıqda komediyalar düzüb qoşur, elə özü də oynayırdı. Bu ona dərmanlarını satmağa kömək edirdi. Onun yaratdıqlarının içərisində 1608-ci ildə Londona çay çəkib gətirən cəngavər Hugh Middletonun şərəfinə yazdığı qəhrəmanlıq pastoralı da var idi. Bu çay sakitcə Londonun 60 mil aralıda Gartford qraflığının ərazisində axırdı. Cəngavər Middleton gəlib ona sahib çıxdı. O özü ilə bərabər bel və külünglə silahlanmış 600 adam gətirmişdi. Torpağı bir tərəfdən qazıb başqa yerə doldururdular. Hərdən çayın 20 axınını 20 fut yüksəldir, bəzən onun yatağını 30 fut endirirdilər. Ağacdan su borular düzəltdilər, daşdan, kərpicdən və taxtadan 800 körpü tikdilər. Və nəhayət bir gözəl səhər çayın suyu sudan korluq çəkən Londonun sərhədlərinə çatdı. Ursus bu mövcud vasitələrdən istifadə edərək Böyük Temza çayı ilə Kiçik Serpantin çayı arasında kələ-kötür bir səhnə yaratmışdı. Güclü axın kiçik çaya onunla yatağını bölüşməyini təklif edirdi. O, "Mən qadınların xoşuna gəlmək üçün çox yaşlıyam, ancaq onların xərcini ödəmək üçün lazımi qədər varlıyam," deyirdi. Bu həmin işlərin cənab Hugh Middletonun öz hesabına başa gəlməsinə ağıllı və çox mədəni bir işarə idi.
Ursuz monoloqları ustalıqla hazırlayırdı. Adama yovuşmaz, eyni zamanda danışmağı xoşlayan, heç kimi görmək istəməsə də, kiminləsə danışmağa ehtiyac duyan Ursuz bu çətinlikdən canını öz-özü ilə danışmaqla qurtarırdı. Kim tənhalığı görübsə, monoloqun insan təbiətinə necə xas olduğunu bilir. İçərimizdə səslənən söz özünə məxsus ağrı verir. Boşluğa danışanda biz sanki qoruyucu qapağı açırıq. Öz-özünə səsli danışmaq içimizdə danışdığımız Tanrı ilə dialoqa bənzəyir. Hamı bildiyi kimi Sokratın belə adəti olub. Lüter də belə hərəkət edirdi. Ursus bu dahilərdən nümunə götürürdü. Onun ikiyə bölünərək özünün dinləyici auditoriyasına çevrilmək qabiliyyəti var idi. Özü öz qarşısında nitq söyləyirdi. Özünə suallar verir və özü cavablandırırdı. O özünü tərifləyə və özünə həqarətlər yağdıra bilərdi. Küçədən onun arabanın içində necə tək natiqlik etməsi eşidilirdi. Adi insan haqqında xüsusi anlayışa sahib yoldan keçənlər onu eşidəndə gicbəsər deyirdilər. Bu, indi dediyimiz kimi, Ursus özü-özünü söydüyü vaxtlarda olurdu. Ancaq onun özünü qiymətləndirməyə bacardığı məqamlar da olurdu. Bir dəfə o özü-özünə söylədiyi qısa nitqlərinin birində fəxrlə mən bitkilərin bütün sirlərini, bitkinin gövdəsini, tumurcuğunu, kəsə yarpaqlarını, ləçəklərini, erkəkciyi, toxumluğu, yumurtalığı, sporangi və meyvəsini öyrəndim. Xromasiyanı, osmosini və ximosini, başqa sözlə desək, rəngin, iyin və dadın necə yaranması sirlərini öyrəndim, deyirdi. Ursusun Ursusa verdiyi bu qiymətdə açıq-aşkar lovğalıq hiss olunurdu. Ancaq buna görə onu qoy xromasiyanı, osmosini və ximosini anlaya bilməyənlər daşa bassınlar. Xoşbəxtlikdən Ursuz heç vaxt Niderlandda olmamışdı. Orada onu normal çəkidə olmasını təyin etmək üçün hökmən tərəziyə qoyub çəkərdilər. Çəkinin çox və ya az olması onun cadugar olmasına dəlalət edirdi. Hollandiyada adi çəki qanunla təyin olunurdu. Bu olduqca sadə idi və ağılla düşünülmüşdü. Sizi tərəzinin üstünə qoyurlar və hər şey aydın olurdu. Əgər həddən artıq ağır gəlirdisə, sizi asırdılar. Yox, çox yüngül olurdusa, yandırırdılar. Hələ indi də Udevaterdə cadugarları çəkmək üçün istifadə edilən tərəziləri görmək olar. Ancaq indi həmin tərəzilərdə pendir çəkirlər. Gör dini necə cılızlaşdırıblar. Arıq Ursusu belə tərəzidə çəkilməkdən yaxşı heç nə gözləmirdi. Öz səyahətlərində Hollandiyaya getmək istəmirdi. Çox ağıllı iş görürdü. Ümumiyyətlə fikrimizcə o heç vaxt İngiltərənin sərhədlərindən kənara çıxmamışdı. Necə oldusa, kasıb və eyni zamanda tünd xasiyyətli Ursus meşədə Qomo ilə tanış olduqdan sonra sərgərdanlığa meyilli olduğunu hiss etdi. O canavarı özünə yoldaş edib yollarda avaralanmağa, hər cür gözlənilməzliklə dolu həyatını açıq havada yaşamağa başladı. Ursus hərtərəfli, bacarıqlı, həmişə ağlı başında, həkimlik işində çox bacarıqlı və mahir kələk ustası idi. O yaxşı həkim və yaxşı oyunbaz kimi ad çıxarmışdı. Hər halda onu sehirbaz da hesab edirdilər. Ancaq xoşbəxtlikdən qismən şeytanın dostu kimi tanınmaq o dövrdə elə də təhlükəsiz deyildi. Doğrusunu desək, Ursusun farmakopeyaya və dərman bitkilərinə olan həvəsi çox böyük şübhələrə səbəb ola bilərdi. Çünki tez-tez otları toplamaq üçün Lütsifer kahası bitən qaranlıq, keçilməz meşə dərinliklərini gedirdi. Orada isə müşavir de Ankrın dediyi kimi qara dumanda yer altından çıxmış, sağ gözü əyri, plaşsız, yanında qılıncı və tamamilə ayaqyalın bir adamla rastlaşa bilərsən. Ancaq xasiyyətinin qəribəliyinə baxmayaraq dolu yağdırmaq, ruh çağırmaq, dəli kimi rəqs edərək adamı ölünə qədər incitmək, sakit və ya əksinə qəmli və dəhşətli yuxuları kiminsə beyninə yeritmək, cadularla yumurtadan dörd qanadlı xoruz çıxartmaq üçün o həddən artıq tərbiyəli idi. Heç kim onda belə əməl görməmişdi. Onun Alman, qədim Yahudi və Yunan dilini öyrənmədən bu dillərdə danışmaq kimi iyrənc xasiyyəti yox idi. Bu cür hərəkət iyrənc hiyləgərliyin və ya melanxoliya nəticəsində yaranmış xəstəliyin nişanəsi idi. Əgər Ursus hərdən latınca nə isə deyirdisə, bunu bu dili bildiyi üçün edirdi. O heç vaxt Suriyalıların dilində danışmazdı. Çünki bu dili bilmirdi. Həm də Suriya dilinin cadugarların dili olduğu sübut olunmuşdu. Tibbdə Kardanoya nisbətən Qalenə üstünlük verilirdi. Çünki Kardona öz savadına baxmayaraq Qalenlə müqayisədə adi soxulcan idi. Ümumilikdə Ursus polisi tez-tez narahat edən adamlardan deyildi. Onun arabası cüzi var-dövlətinin yerləşdiyi sandığın üstündə uzanıb yatması üçün lazımi qədər uzun və enli idi. Onun fənəri, bir neçə parəki, mismardan asılmış bəzi ləvazimatları, həmçinin musiqi alətləri vardı.
Bundan başqa o böyük tamaşalar zamanı əyninə geyindiyi ayı dərisinə sahibdir. O buna parad kostyumuna bürünmək deyirdi. Mənim 2 dərim var. Bax bu əsl dərimdir, deyərək ayı dərisini göstərirdi. Onun araba, distilli aparatı və canavardan başqa çox məharətlə ifa etdiyi fleytası və viola de gambası vardı. Dərman cövhərlərini özü hazırlayırdı. Bütün bu bacarıqları ona şam etmək imkanı verirdi. Daxmasının damında deşik açmışdı. Oradan sandığa az qala söykənmiş çuqun sobanın borusu çıxırdı. Soba çox yaxın olduğundan hətta sandığın taxta divarı zamanı keçdikcə kömürlənmişdi. Soba 2 hissədən ibarət idi. Birində Ursuz öz dərmanlarını hazırlayır, o birisində isə kartof bişirirdi. Gecələr dostunun əli ilə zəncirlənmiş canavar arabanın altında yatırdı. Qomo qarı idi. Ursusun saçı isə çallaşmışdı. Ursusun 50, bəlkə də 60 yaşı olardı. O tamamilə insan taleyinə baş əydiyindən yuxarıda deyildiyi kimi kartofla dolanırdı. O zamanlar kartof, donuz və dustaqlara layiq ən pis yemək sayılırdı. Ursus xoşlamasa da taleyinə baş əyərək yeyirdi. Boyu o qədər də hündür deyildi, ancaq uzunduraz görünürdü. Belini əyir və həmişə fikirli görünürdü. Qocanın əyilmiş beli onun yaşadığı illərin ağırlığı idi. Ursusun taleyinə kədərli olmaq yazılmışdı. Onun üçün gülmək çətin idi. Heç vaxt ağlaya bilmirdi. O göz yaşlarında rahatlıq və şənlik zamanı azacıq da olsa yüngülləşmə hiss etmirdi. Fikirli qoca tökülüb dağılmış bir şeydir. Ursus da həmin qocalardan biri idi. Fırıldaqçı naqqallığı, peyğəmbər mülkü, hazır minanın alışdırıcısı Ursus belə bir adam idi. Cavan yaşlarında bir lordun yanında filosof kimi yaşamışdı. Bütün bunlar 180 il bundan əvvəl insanların bizimkinə nisbətən daha çox canavar olduğu dövrdə baş verirdi. Amma məsələ o qədər də mürəkkəb deyildi. Qomo adi canavar deyildi. Onun zoğal və almaya necə cumduğunu görəndə çöl canavarına oxşatmaq olardı. Tükünün tünd rəngi ilə giyənə, ulamağının tədricən hürməyə keçməsindən vəhşi çili itinə oxşuyurdu. Əslində bu heyvanın gözləri tam öyrənilməyib. Çox ola bilsin bu tülkü növlərindən biridir. Ancaq Qomo əsl canavar idi. Onun uzunluğu 5 futa çatırdı. Bu hətta Litvadakı canavarlar üçün balaca ölçü deyildi. O çox güclü idi. Altdan yuxarı baxırdı. Ancaq buna görə onu günahlandırmaq olmazdı. Yumşaq dili vardı. Hərdən Ursusu yalayırdı. Onurğa sümüyünün üstü ilə qısa, cot tük zolağı var gedirdi. O arıq olsa da bu meşə heyvanının sağlam arıqlığı idi. Ursus ilə tanış olana qədər araba dartmayan vaxtlarında gecə ərzində 40 liyeyə qədər məsafə qaçırdı. Liyey qədim fransız uzunluq vahidi, quruda 4444,4 metr, dənizdə 5555,5 metr. Poçtu üçün 3898 metr. Kiçik çayın sahilində tez-tez onunla rastlaşan Ursus canavarın necə ağılla və ehtiyatla xərçəng ovladığını gördükdə ondan çox xoşu gəlmiş və onun xərçəng yeyən itlərin cinsindən olan qıviyan canavarından Kupordan olduğunu anlamışdı. Ursus arabaya qoşmaq üçün eşəkdənsə Qomoya üstünlük verirdi. Eşəyi arabanı dartmağa məcbur etmək onun xoşuna gəlmirdi. Onun bu heyvana böyük hörməti var idi. Həm də o eşəyin insanların anlaya bilmədiyi xəyalpərəst olduğunu, filosof hansısa axmaq sözlər danışanda qulaqlarını şəklədiyini görürdü. Deməli, eşək bizimlə düşüncələrimiz arasındakı saxtalığı başa düşür, bu isə adamı utandırır. Ursus isə Qomonu həm dost, həm də it kimi seçmişdi. Canavarla dostlaşmağın çətin olacağını fikirləşirdi. Buna görə də Qomo ilə birgə olmaq Ursusu qane edirdi. Qomo onun üçün dostdan artıq özünün oxşarı idi. Ursus əlini onun batıq yanlarına vuraraq, mən özümün ikinci surətimi tapmışam deyirdi. O, mən öləndən sonra məni başa düşmək istəyənlər Qomonu öyrənsələr bəs edər. Mən onu öz həqiqi nüsxəm kimi saxlayıram deyirdi. İngilis qanunlarında vəhşi heyvanlara münasibət heç də yumşaq deyildi. Onun şəhərdə belə sərbəst görünməsinə görə istənilən zaman qanun qarşısına cavab verməyə məcbur edə bilərdilər. Ancaq Qomo 4-cü Eduardın ev heyvanlarına aid əsas qanunlarından biri ilə toxunulmazlıq hüququna sahib olmuşdu.
Bu əsas qanunda bütün ev heyvanları öz sahiblərinin arxasınca sərbəst hərəkət edə bilər deyilirdi. Ondan başqa canavarlara qarşı sərt münasibətin yumşalması sonuncu Stuartın dövründə saray xanımlarının it əvəzinə Asiyadan böyük pullar hesabına pişik boyda kiçik şimal türklərini alıb saxlaması dəbinin nəticəsində baş tutmuşdu. Ursus öz istedadının bir hissəsini arxa ayaqlarının üstündə durmağa, öz qəzəbini boğub onu qaşqabaq göstərməyə, ulamaq əvəzinə sakitcə mırıldamağı Qomoya vermişdi. Bunun əvəzində insana öz canavar biliyindən evsiz yaşamaq, çörəksiz, ocaqsız dolanmaq kimi bəzi şeyləri və qul kimi sarayda yaşamaqdansa ac meşədə dolanmağa üstünlük verməyə öyrətmişdi. Ursusun arabası özünə məxsus bir daxma kimi hər bir tərəfə gedirdi. Ancaq İngiltərə və Şotlandiya sərhədlərindən kənara çıxmamışdı. Araba 4 təkərin üstündə idi. Canavarı qoşmaq üçün boyunduruğu və insan üçün boyun qayışı var idi. Boyun qayışının ancaq çətin yollarda istifadə edilirdi. Evcik ara kəsmək üçün istifadə edilən nazik taxtalardan düzəldilsə də lazımi qədər möhkəm idi. Qabaqda şüşəli qapı və Ursus öz nitqini söyləyəndə bir növ kafedra və ya tribunanı əvəz edən balaca çıxıntısı vardı. Arxa tərəfində isə üstündə havanı dəyişmək üçün kiçik nəfəsli olan bağlı qapı yerləşirdi. Gecələr ciddi cəhdlə, rəzə və qıfıllarla bağlanan daxmaya şarnirlə arxa qapının altına girən 3 pilləli nərdivanla girmək mümkün idi. Araba öz dövründə az yağış və qar görməmişdi. Daxma nə vaxtsa boyanmışdı, ancaq indi hansı rənglə rəngləndiyi demək mümkün deyildi. Çünki havanın dəyişməsi yoldakı arabalara hökmdarların dəyişməsinin saray əhlinə təsir göstərməsi kimi təsir göstərir. Arabanın çöl tərəfində ağ fonda qara hərflərlə tədricən axıb silinib getmiş güclə seçilən yazı var idi. Qızıl hər il sürtünmədən öz çəkisinin 1400-də bir hissəsini itirir. Bu sikkənin çəki itkisi adlanır. Yəni hər il yer kürəsində dövrdə olan 1 milyard 400 milyon qızıldan 1 milyon qızıl itir. Bu 1 milyon qızıl ovulur, havaya uçulur, gül kimi havada gəzərək insanların ağciyərinə düşür. Bizim vicdanımızı hopur, onu susturur, asıl edir, ağırlaşdırır. Varların ruhu ilə birləşərək onları daha lovğa, daha təkəbbürlü, kasıbların ruhu ilə birləşərək onları daha da amansız edir. Xoşbəxtlikdən yağışlarda yuyulmuş və ilahinin rəhmi ilə silinmiş bu yazı artıq oxunmurdu. Çünki çox güman ağciyərə hopan qızıl haqqında bu sirli, eyni zamanda açıq mülahizələr şeriflərin, prevoların, marşalların və digər parik daşıyan qanun keşiyində duran başqa adamların xoşuna gəlməyə bilərdi. İngiltərə qanunvericiliyi o zamanlar zarafatı xoşlamırdı. Amansızlıq adi hal sayılırdı. Amansızlıq hakimlərin əsas xüsusiyyəti, daşürəklilik isə onların ikinci təbiəti olmuşdu. Jeffreys özünə bənzər bütöv bir nəsil yaratmışdı. Jeffreys George, İngiltərənin siyasi xadimi, 2. Karlın yanında baş hakim olduğu dövrdə həddən artıq amansızlıq göstərirdi. Arabanın içərisində daha 2 yazı var idi. Taxtadan düzəlib, əhənglə ağardılmış divarda sandığın üstündə mürəkkəblə yazılmışdı. Bunları bilmək vacibdir. İngiltərə, Peri və Baron başlarında altın bir varisi olan tac gəzdirirlər. Tac gəzdirmək hüququ Vikontdan başlayır. Vikont istənilən sayda mirvarisi olan tac gəzdirə bilər. Qraf dişləri kiçik çiyələk yarpağı ilə növbələnmiş mirvarili tac, markizdə dişlər və yarpaqlar eyni hündürlükdədir. Hersoqda ancaq dişlər var. Kral nəslindən olan hersoqlarda xaç və zambaqlardan İbarət mirvarisiz halqa tac, Uels şahzadəsinin tacı isə kralda olan kimidir. Ancaq ucları bir-biri ilə birləşmir. Hersoqu şöhrətli və əzəmətli hökmdar, markiz və qrafı zat-ı aliləri və qüdrətli hökmdar, vikontu alicənab və əzəmətli cənab, baronu əsl cənab adlandırırlar. Hersoqa əzəmətli cənab, qalan pirlərə rəğbətli cənab deyə müraciət edirlər. Lordun şəxsiyyəti toxunulmazdır. Perlər parlament və məhkəmədirlər. Consilium et curia qanunvericilik və ədalətdirlər. Most honorable alicənab müraciəti right honorable hörmətli müraciətindən daha yüksəkdir. Lord perlər doğulandan per olmayan lordlar ədəb xəttinə lord kimi tanınır, ancaq perlər əsl lord sayılır. Lord heç vaxt istər kral qarşısında, istərsə məhkəmədə and içmir. Onun bir sözü bəsdir.
öz şərəfimlə təsdiq edirəm deyir. Lordlar Palatasına çağırılmış xalqı təmsil edən İcmalar Palatasının nümayəndələri baş geyimində oturmuş lordların qarşısında hökmən papaqlarını çıxarmalıdırlar. İcmalar Palatası yeni təklif edilmiş qanun layihələrini billi 40 nəfərdən ibarət deputat nümayəndəsi vasitəsilə verir. Billi təqdim edən zaman 3 dəfə baş əyilməlidir. Lordlar isə billi İcmalar Palatasına öz mirzələri ilə göndərirlər. Palatalar arasında fikir ayrılığı yaranan zaman onlar birlikdə bəzəkli zalda məşvərət edirlər. Bu vaxt perlər baş geyimində əyləşirlər. İcma nümayəndələri isə başı açıq ayaq üstə dururlar. 6-cı Eduardın verdiyi qanuna əsasən lordlar qəsdən öldürmək imtiyazına malikdir. Rəiyyəti öldürmüş lord incidilə bilməz. Baronlar yepiskop dərəcəsinə bərabər tutulur. Baron per olmaq üçün kraldan per boraniam integram, yəni tam baron mülkü hədiyyə almaq lazımdır. Bütün baron mülkü hər birinin qiyməti 20 funt sterling olan 13 tam dövrdə bir zadəgan lenindən ibarətdir. Bu da 400 marka edir. Baron qəsri, baron mülkünün başı Caput Baronai sayılır. İngiltərənin tacı kimi eyni qayda ilə vərəsəlik hüququna malikdir. Yəni, nəsildə kişi cinsindən uşaq olmadıqda qızlarına keçir. Bu halda o böyük qıza çatır. Caeteris filiabus alionde satisfactis. Bu deməkdir ki, yerdə qalan qızları imkan daxilində təmin edilir. Ursusun divarda yazdığı qeyd. Bunlar Saksonca Laford sözündən yaranmış lord titulu daşıyır. Vikontlar və baronların böyüyü və ondan sonraki oğulları krallığın ekvayrları sayılır. Esquire İngiltərədə fitri titul. Perlərin böyük oğulları aşırma orden kavalerləri qarşısında üstünlüyə malikdirlər. Kiçik oğlanların üstünlükləri yoxdur. Vikontun böyük oğlu təntənəli nümayiş zamanı baronların arxasınca və bütün baronetlərdən öndə gedir. Lordun qızına lady, qalan İngilis qızlarına miss deyilir. Bütün hakimlər perlərdən aşağı hesab edilir. Serjant quzu dərisindən paltara dikilmiş başlıq, hakimlər sincabdan başqa hər hansı bir kiçik heyvanın ağ dərisindən diminuto vario başlığı gəzdirir. Sincab dərisindən başlığı ancaq perlər və kral gəzdirir. Lorda qarşı supplikavit olunmasına icazə verilmir. Supplikavit yalvarma, krala edilən şikayət belə adlanırdı. Lordu adi həbsxanaya salmaq olmaz. O ancaq Londonun Tower zindanına salına bilər. Kralın yanına qonaq dəvət edilmiş lord bir və ya iki maral öldürə bilər. Lorda öz malikanəsində baron məhkəməsi qurmaq ixtiyarı var. Əyninə mantiya geyinmiş iki xidmətçi ilə küçəyə çıxmaq lorda layiq deyil. O ancaq ona yaxın zədəganlardan ibarət dəstə ilə çıxa bilər. Perlər parlamentə bir-birinin ardınca qoşulmuş atlı karetdə gedə bilərlər. İcmalar Palatasının nümayəndələrinin belə hüququ yoxdur. Bəzi perlər Westminsterə üstü açıq iki tərəfli faytonda gedirlər. Ancaq lordların fayton və karetlərin gerb və tacla bəzədilməsinə icazə verilir. Bu onların imtiyazlarından biridir. Lord ancaq lordlar tərəfindən cərimə edilə bilər. O da 5 şillingdən artıq olmayaraq, istisna kimi hersoqları 10 şilling cərimə edilə bilər. Lord öz evində başqa ölkədən gəlmiş 6 nəfər saxlaya bilər. Başqa bütün ingilislərə ancaq 4-ünü saxlamağa icazə verilir. Lord vergi ödəmədən öz ambarında 8 çəllək çaxır saxlaya bilər. Ancaq Lord dairə şerifinin yanına çağırıla bilməz. Lord ordunun saxlanması üçün vergiyə cəlb edilə bilməz. Lord öz istədiyi vaxtda öz hesabına alli toplayır və onu kralın ixtiyarına verir. Əzəmətli hersoq Atolski, hersoq Hamilton və hersoq Northumberlandski bu cür hərəkət etmişdilər. Lord ancaq lordlar tərəfindən mühakimə edilə bilər. Əgər məhkəmənin tərkibində ən azı bir nəfər zadəgan olmazsa, o məhkəmə qərarına yenidən baxılmalı və ya ləğv edilməsi tələb edilə bilər. Lord öz kapellanlarını özü təyin edir. Baron 3, vikont 4, qraf və markiz 5, hersoq isə 6 kapellan təyin edə bilər. Lord hətta dövlətə xəyanətdə ittihamlandıqda belə ona işgəncə verilə bilməz. Lord cəllad tərəfindən damğalana bilməz. Lord hətta oxuya bilməsə belə savadlı adam sayılır. O doğulandan savadlıdır. Lorda əl qaldırmış rəiyyətin əli kəsilir. Lord kral kimi bir şeydir. Kral Allah kimi bir şeydir. Bütün torpaqlar lordların mülkiyyətidir. İngilislər Allaha milord deyə müraciət edirlər. Ursus Qomaya məftun idi. Biz həmişə bizə yaxın olan şeylərə məftun oluruq. Bu qanundur. Ursus daxilən həmişə qapalı qəzəblə dolu idi.
Zahirən isə sadəcə deyingən adam kimi görünürdü. Ursus dünyadan narazı adamlardan idi. Təbiət sistemində müxalifətçi rolunda çıxış edirdi. O dünyanın ancaq pis tərəfini görürdü. Dünyada heç kim və heç nə onu razı salmırdı. Onun nəzərində balın şirin olması heç də arının sancmasına haqq vermirdi. Günəşin köməkliyi ilə açılan qızıl gül həmin günəşin yaratdığı qızdırmanı və ya sarı qusmanın əvəzini vermirdi. Ola bilsin Ursus tək olanda öz iradlarını Tanrıya da bildirirdi. Çox güman şeytanı zəncirləyib saxlamaq lazım idi. Onun zəncirdən buraxılması Tanrının səhvidir deyirdi. O ancaq hakim təbəqəni bəyənir, ancaq bu bəyənməni özünə məxsus şəkildə ifadə edirdi. Bir dəfə 2. Yakov kiçik katolik kilsəsinə ağır qızıl çıraq hədiyyə gətirəndə həmin vaxtda kilsənin yanından Qoma ilə birlikdə keçən və belə şeylərə çox laqeyd yanaşan Ursus öz heyranlığını hamının eşidəcəyi tərzdə "Söz yox, müqəddəs Məryəmin qızıl çırağa bu ayaqyalın gəzən uşaqlardan çox ehtiyacı var" deyə bildirmişdi. Ursusun bu cürə xoş niyyətini göstərən sübutlar və onun açıq-aşkar hakimiyyətə hörmətlə yanaşması səbəbindən hakim qüvvələr də onun bu sərgərdan yaşayışına və canavarla qeyri-adi dostluğuna daha sakit münasibət göstərirdilər. O hərdən gecələr dostluq xətrinə Qomonun biraz hərəkət etməsi və arabanın ətrafına sərbəst dolanmasına imkan verirdi. Canavar isə heç vaxt ona göstərilən etibardan sui istifadə etmir və cəmiyyətdə, yəni insanların yanında özünü pud eldən də sakit aparırdı. Ancaq pis dəqiqələrdə polisin gözünə dəysəydi bəladan qaçmaq olmaz. Ona görə də Ursus günahsız canavarı çox vaxt zəncirdə saxlamağa çalışırdı. Onun arabanın üstünə yazılıb zaman keçdikcə oxunmaz olmuş və əslində çətin başa düşülən qızılla bağlı siyasi nöqteyi nəzərini ifadə edən cızma qarası Ursusa qarşı heç bir şübhə oyatmırdı. Hətta 2. Yakovdan sonra olan möhtərəm Vilhelm və Marinin hakimiyyəti dövründə də Ursusun arabası sakitcə İngiltərə qraflıqlarının ucqar şəhərciklərini dolanırdı. Ursus özünün möcüzəli təsiri olan dərmanlarını sata-sata və canavarın köməkliyi ilə özünün sərgərdan həkim sehirbazlıqlarını göstərərək bütün Böyük Britaniyanı gəzib dolanır, asanlıqla o zaman gəzərgi dəstələri və bu vasitə ilə kompraçikosları ələ keçirmək üçün bütün İngiltərəni bürümüş polis tələlərindən asanlıqla qaçırdı. Mahiyyətcə bu ədalətli idi. Ursus heç bir avara dəstəyə aid deyildi. Ursus ikilikdə Ursus ilə birlikdə yaşayırdı. Ancaq canavar öz burnunu ehtiyatla onların arasına soxub öz-özü ilə söhbətinə mane olurdu. Ursusun ən böyük arzusu Karayib doğulmaq idi. Ancaq bu onun ixtiyarında olmadığı üçün adama yovuşmaz olmuşdu. Adama yovuşmazlıq mədəni cəmiyyətə dözməyə razılaşan kobudluqdur. Dünyanı nə qədər çox gəzib dolanırıqsa, bir o qədər tənhayıq. Ursusun daimi sərgərdanlığı da bununla izah olunurdu. Bir çox yerdə çox qalmaq, onda azadlığını itirərək asılı olmaq təəssüratı yaradırdı. Onun bütün həyatı sərgərdanlıqla keçmişdi. Hər dəfə şəhəri görəndə cəngəlliklərə, meşələrin dərinliyinə, qayalardakı mağaralara çəkilmək istəyirdi. Meşədə özünü evindəki kimi hiss edirdi, ancaq insan kütləsinin meydandakı gürültüsü onu sıxmırdı. Çünki meşə ağaclarının səsini xatırlayırdı. Göründüyü qədəri insan kütləsi onu insana yovuşmazlığa meylləndirirdi. Ursusun arabasında xoşuna gəlməyən yeganə şey arabanı həqiqi evə oxşadan qapı və pəncərəsi idi. Əgər o təkərlərin üstünə mağara qoyub onda səhv edə bilsəydi, öz idealına çatmış olardı. Dediyimiz kimi Ursus gülümsəmirdi. O ancaq və hərdən artıq tez-tez gülürdü və ancaq bu çox acı gülüş idi. Təbəssümdə hardasa həmişə barışmağa meyil hiss olunur. Gülüşü isə daha çox barışığa etiraz kimi səslənir. Ursusun əsas xüsusiyyəti onun insan nəslinə nifrəti ilə bağlı idi. Bu sarsılmaz nifrət idi. O, insan həyatının irənciliyi ilə bağlı qəti qənaətə gəlmişdi. Bədbəxtliklərin müəyyən qədəri bir-birindən asılı olduğunu görürdü. Xalqı əzən krallarının başının üstünə müharibə, müharibənin nəticəsində taun xəstəliyi, taun xəstəliyinin verdiyi acılıq, bütün bu bədbəxtliklərin başında insan axmaqlığı durur. Artıq insanın yaşaması faktının hansı dərəcədəsə cəza olduğunu və qurtuluşun ölümdə olduğunu inanırdı. Ancaq buna baxmayaraq yanına gətirilən xəstələri müalicə edirdi. Onun bədəni gücləndirən və qocaların ömrünü uzatan dərmanları var idi. Çolaqları ayaq üstə qoyur, sonra isə onlara acı-acı budur, yenə ayaq üstündəsən. İndi yenə məşəqqətli göz yaşlarının içində doyunca sərgərdan gəzə bilərsən. Acından ölən dilənçini görəndə olub qalan bütün pullarını ona verir və hirsli-hirsli "Yaşa bədbəxt, ye, bacardığın qədər çox yaşamağa çalış. Mən sənin sürgün həyatını azaltmağa çalışmayacağam." deyirdi. Sonra əllərini bir-birinə sürtərək dillənirdi.
Mən insanlara bacardığım qədər pisliyimi edirəm. Yoldan keçənlər daxmanın arxa divarının pəncərəsindən onun böyük hərflərlə tavanda kömürlə yazdığı Ursus filosof sözlərini oxuya bilərdilər. Kompratikoslar. Bizim bu günlərdə kompratikos sözünü kim bilir? Onun mənasını kim başa düşür? Kompratikoslar və ya komprapikonoslar 17-ci əsrdə hamının yaxşı tanıdığı, 18-ci əsrdə yaddan çıxmış, bizim dövrdə isə heç kəsin bilmədiyi qeyri-adi və iyrənc səfillərdən ibarət bir cəmiyyət idi. Kompratikoslar köhnə dövrün cəmiyyət quruluşunda varislər üçün zəhər təsiri bağışlayırdı. Bu qədim bəşəriyyət xalqının əxlaqının eybəcər bir detaldır. Ayrı-ayrı hadisələri bir yerə yığan tarixi nöqteyi nəzərcə kompratikoslar quldarlıq adlanan quruluşun bir qoludur. Öz qardaşları tərəfindən satılmış Yusif haqqında əfsanə kompratikoslar haqqında danışılan bölmələrdən biridir. Onlar özləri haqqında İspaniya və İngiltərə cinayət məcəllələrində izlərini qoyublar. İngiltərə qanunvericilik aktlarının qaranlıq qarışıqlarını araşdıran zaman daş dövrünün meşələrində ibtidai insanların ayaq izlərinə rast gələn kimi hardasa bu dəhşətli hadisələrin izlərinə rast gəlmək mümkündür. Kompratikos və ya komprapekenos İspan söz birləşməsi olub uşaq alverçiləri mənasını verir. Kompratikoslar uşaq alveri ilə məşğul olurdular. Onlar uşaqları alıb satırdılar, ancaq onları oğurlamırdılar. Uşaq oğurluğu başqa sənətdir. Onlar bu uşaqlarla nə edirdilər? Onlar uşaqları eybəcər şəklə salırdılar. Axı nə üçün? Əyləncə üçün. Xalq əylənmək istəyir. Krallar da həmçinin. Küçələri oyunbaz, saraylara tərxək lazımdır. Birinin adı Turlupen, digərinin adı Tribuledir. Turlupen 13-cü Ludovikin təlxiyi olmuş fransız komik aktyoru Henri Legrand'ın ləqəbidir. Cavanlığında yarımarka oyunbazı olmuşdur. Tribule 12-ci Ludovik və 1-ci Fransızkin tanınmış təlxiyinin ləqəbidir. İnsanın şənlənmək üçün etdiyi cəhd hərdən filosofların diqqətini çəkməyə layiqdir. Bu giriş səhifələri özlüyündə nə ifadə etməlidir? Bu kitabın bu bölməsini bədbəxt xoşbəxtlərin istismarı adlandıra bilərik. Uşaq böyüklər üçün oyuncaqdır. Bu hadisələr tarix boyu dəfələrlə öz əksini tapıb. Onlar elə bizim dövrdə də baş verir. Bu sadəlöv amansız dövrdə həyat üçün xüsusi məna daşıyırdı. Belə dövrlərdən biri böyük adlandırdığımız 17-ci əsr idi. Bu əsl fiziatis əxlaqı dövrü idi. Sadəlövhlük əxlaqsızlıqla, amansızlıq isə həssaslıqla səsləşirdi. Mədəniyyətin çox maraqlı təzadları var. O, nazlanan pələngə bənzəyir. Bu, ocaq və təkərə bağlayıb əzabla öldürmə haqqında həvəslə danışan Madame de Sévigné'nin dövrü idi. Bu dövrdə uşaq istismarı adi hal idi. 17-ci əsr tərifləyən tarixçilər bu yaranı gizlətsələr də, Vincent de Paul'un bu yaranı sağaltmaq cəhdini gizlədə bilməyiblər. İnsandan yaxşı oyuncaq hazırlamaq üçün vaxtında onun üstünə düşmək lazımdır. Uşağı körpə yaşlarında cırtdana çevirmək mümkündür. Uşaqlar əyləncə üçündür, ancaq adi uşaq o qədər də əyləncəli deyil. Qozbel daha maraqlıdır. Vincent de Paul 16-cı əsrdə öz xeyriyyətçiliyi ilə tanınmış fransız keşişi, atılmış və şikəst edilmiş uşaqlar üçün ilk yetimxana yaradıb. Bax, burada əsl incəsənət başlayırdı. Onlar öz işlərinin əsl ustaları idilər. Adi uşağı eybəcərə çevirirdilər. Adi insan üzünü bədheybətə çevirirdilər. Boyunun böyüməsini dayandırırdılar. Uşağı yenidən büsbütün dəyişdirirdilər. Eybəcərlərin süni hazırlanması tanınmış qaydaları ilə aparılırdı. Bu böyük elm idi. Ortopediyanı tərsinə təsəvvür edin. Qaydasında olan insan gözlərini çəpləşdirirdilər. Cizgilərin harmoniyası eybəcərliklə sıxışdırılırdı. Tanrının mükəmməl yaratdığını cızmaqaraya çevirirdilər. Kübarların gözündə məhz bu cızmaqaralar mükəmməllik sayılırdı. Bu cür təbii görünüşlərin dəyişdirilməsi heyvanlar üzərində də aparılırdı. Məsələn, ala atlar yaradırdılar. Tureninin atı ala idi. Məgər bizim günlərdə itləri mavi və yaşıl rəngə boyamırlar? Təbiət damalı parçadır. İnsan əzəldən Tanrının yaratdığına özündən nə isə əlavə etməyə çalışıb. İnsan onu hərdən yaxşılaşdırır, hərdən pisləşdirir. Saray tərxəkləri insanın əvvəlki meymun halına salmaq cəhdindən başqa heç nə deyirlər. İnkişafı geri qaytarırdılar. Geriyə qayıtmaq üçün çox maraqlı nümunədir. Eyni zamanda meymunu insana çevirmək cəhdləri də var idi. Southampton qrafinyası Hersoginya Barbara Cleveland öz yanında paj əvəzinə sapajlı meymunu saxlayırdı. Dudley'nin baronessası baronlar kürsüsündə 8-ci yerdə oturan Merin xanımı
Fransuazı Settonun yanında çayı qızıl zərxara qeydirilmiş əntər verirdi. Lady Dudley onu mənim zəncim adlandırırdı. Dorchesterin qrafinyası Yekaterina Sidley parlamentin iclasına yollanarkən geribli karetin arxasındakı xidmətçi yerində rəsmi livreyada burnunu yuxarı tutmuş 3 əntər gedirdi. Medinasel hersogevinyaların birinin səhər paltar geyimində iştirak edən kardinal Paul meymuna ona necə corab geyindirməyə məcbur etməyinin şahidi olmuşdu. Meymunları insanların səviyyəsinə qaldırır, əvəzində insanları, ev heyvanları və vəhşi heyvanlar səviyyəsinə qədər alçaldırdılar. Kübarlar üçün bu cür xoş olan özünəməxsus insanla heyvanın qarışığı ənənəvi cütlüklərdə çox gözə çarpırdı. Cırtdan və it. Cırtdan həmişə nəhəng itin yanında olurdu. İt cırtdanın dəyişməyən yoldaşı idi. Onlar sanki ikisi də bir xaltada gəzirdilər. Bu uyğunluq bir çox ev abidələrində əsasən Jeffrey Gutsonun, Henriette Fransusconun cırtdanının, 4-cü Henrinin qızının, 1-ci Karlın arvadının portretlərində həkk olunub. İnsanın alçaldılması onun öz simasını itirməsinə səbəb olur. İnsana qarşı qeyri-adi münasibət onun eybəcərləşməsi ilə başa çatırdı. O dövrün bəzi mühür ustaları çox böyük məharətlə Tanrının verdiyi insan simasını dəyişə bilirdilər. Londonda kimyəvi malların təftişini aparan Amen Street Kollegiyasının üzvü Dr. Conquest bu cürə dəyişmə cərrahiyyəsi haqqında latınca kitab yazaraq əsas üsulları açıqlamışdı. Əgər Justus Carrick Fergusa inansaq, bu cərrahiyyənin ilk yaradıcısı Avenmore adlı bir rahib olub. Bu İrland dilində böyük çay deməkdir. Zəhimli Alman knyazı eybəcər Perkoenin onun təsvir edən oyuncaq əsl oyuqdur. Geydelberg zirzəmlərinin birində xəlvət qutuların birindən qəfil sıçrayır. Olduqca müxtəlif cəhətli, kara gələn cırtdanı bu yaradıcılığın ən əcaib nümunələrindən biri idi. O, həyat qanunları dəhşətli dərəcədə sadə olan eybəcərləri yaradırdı. Onlara əzab çəkməyə icazə verilir və əyləncə obyekti kimi xidmət etməsi tələb olunurdu. Eybəcərlərin yaradılması geniş miqyasda aparılırdı və bir çox müxtəlif sahələri əhatə edirdi. Eybəcərlər sultanlara lazım idi, eybəcərlər papaya lazım idi. Birinciyə onun arvadlarını qorumaq üçün, ikinciyə dualar etmələri üçün. Bu şikəstlərin nəsil artıra bilməyən xüsusi bir növ idi. Bu insana bənzər canlılar həm şəhvətə, həm də dinə qulluq edirdilər. Hərəm və Sixtin kapellasının eybəcərlərin eyni növünə ehtiyacı var idi. Birincilərə mərhəmətsiz, ikincilərə məftun edici. O zamanlar indi edə bilmədikləri çox şey bacarırdılar. İnsanlar indi bizdə olmayan istedadlara malik idilər. Ona görə də bir çox sağlam fikirli şəxs tənəzzül etdiyimizi deyir. Biz artıq insan bədəninin formasını dəyişə bilmirik. Yəni işgəncə sənətini artıq tamamilə yaddan çıxarmışıq. Əvvəllər bu işin ustaları var idi. Artıq onlar yoxdur. İşgəncə sənətini kifayət qədər sadələşdiriblər. Ola bilsin, bu sənət tezliklə tamamilə yox olsun. Canlı insanların əllərini və ayaqlarını kəsir, qarnını yarıb içərisini çölə tökərək insanın canlı orqanlarını görürdülər. Bu yeni kəşflərə səbəb olurdu. Cərrahiyyə bu cür uğurlarına görə cəllada borcludur. İndi isə biz bütün bunlardan əl çəkməliyik. Bu əməliyyatlar təkcə xalq tamaşaları üçün eybəcərlər, kralın saray xidmətçilərinin sayını artıran tədqiqlər, sultanlar və papa üçün xədimlər hazırlamaqla bitmirdi. Başqa müxtəlif məqsədlərlə istifadə edilirdi. Bu sənətin ən böyük uğuru İngiltərə kralı üçün xoruzun hazırlanması oldu. İngiltərə kral sarayında gecələr xoruz kimi banlayan bir adamı saxlamaq adəti vardı. Hamı yatan vaxtı gözünü belə yummayan bu gecə quşu sarayda gəzir və hər saatdan bir lazım olan qədər xoruz kimi banlayaraq zəngi əvəz edirdi. Xoruzu əvəz edəcək insanın hələ uşaq vaxtında boğazının qırtlağında əməliyyat edilirdi. Bu barədə Dr. Conquest öz kitabında yazmışdı. Ancaq 2-ci Karlın hakimiyyəti dövründə bu cür əməliyyat nəticəsində ağzının suyunun axmasını görən Portsmouth hersoginyasının ürəyinin bulanmasından sonra bu işi boğazı sağlam adama həvalə etdilər. Ancaq taxtacın adına söz gətirməmək üçün həmin vəzifəni ləğv etmədilər. Adətən bu cür şərəfli vəzifəyə ehtiyatlı olan zabitləri təyin edirdilər. 2-ci Yakovun dövründə bu vəzifəni ildə xoruz kimi oxumağına görə 9 funt 2 şilling 6 pens alan William Samson Coq tuturdu.
Peterburqda 2-ci Yekaterina öz memuarlarında Çar və ya Çariçanın narazı qaldığı əyanın cəza olaraq bəzən bir neçə gün sarayın giriş qapısında çömbələrək oturmalı, bəzən pişik kimi miyoldayaraq, bəzən də yumurtlayan toyuq kimi qaqqıldayaraq döşəməyə atılan yemi götürüb yeməli olduğunu yazırdı. Bu adətlər keçmişdə qaldı. Ancaq fikirləşdiyimiz qədər də təmiz itməyib. Elə indi də saray əhli əvvəlki kimi hökmdara xoş gəlmək üçün qaqqıldayırlar. Sadəcə səslərinin tonunu dəyişiblər. Onların hər biri öz yemini zibilin içindən olmasa döşəmədən dimdikləyir. Xoşbəxtlikdən hökmdarlar heç vaxt səhv etmirlər. Buna görə də düşdükləri ziddiyyətli vəziyyət heç kəsi çaşdırmır. Həmişə onların düzgünlüyünü təsdiq edərək özünün də düzgün olmağına inanırsan. Özünə inam isə çox xoşdur. 14-cü Ludovik Versalda nə xoruz kimi banlayan zabit, nə də özünü Hind toyuğu kimi aparan kübar görmək istəmədi. İngiltərə və Rusiyada kral və imperatorların nüfuzunu qaldıran şeylər Böyük Ludovikin fikrincə müqəddəs Ludovik taxtacını nüfuzdan salırdı. Onun Orlean hersoginyası Henrietta'nın yuxuda görünməsindən nə qədər narazı qaldığı hamıya məlumdur. Bu saraya yaxın sayılan şəxs üçün tamam nalayiq əməl idi. Kral sarayına aid olanlar həyat quşları ilə maraqlanmamalıdır. Bossuet də 14-cü Ludovik ilə eyni fikirdə idi. Əvvəl də deyildiyi kimi 17-ci əsrdə uşaq alveri xüsusi sənət idi. Bu alverlə və bu sənətlə kompratikoslar məşğul olurdular. Onlar uşaqları alır və bu malı azacıq təkmilləşdirir, sonra satırdılar. Artıq ağızdan bu yolla canını qurtarmaq istəyən kasıb atadan tutmuş öz insan sürüsünün törəmələrini sərfəli qiymətə satan quldara qədər müxtəlif satıcılar tapılırdı. İnsan alveri adi iş sayılırdı. Hələ bizim günlərdə də bu hakimiyyəti yiyələnmək üçün silaha əl atanlar var. Kürfiris Gessenskiyin öz təbələrini Amerikada ölümə göndərmək üçün adam axtaran İngiltərə kralına satdığını yada salmaq kifayətdir. Kurfürst Gessenskiyin yanına, qəssabın yanına gedən kimi gedirdilər. O qırğına göndərmək üçün ətlə alver edirdi. Bu hökmdarın dükanlarında təbələri qarmaqdan asmaqla kəsilmiş heyvan kimi satılırdı. Alın, satılır. İngiltərədə Jeffreys'in dövründə Hersoq Monmouth'un faciəli macərasından sonra xeyli əyan və zadəganın boynu vuruldu. Onların dul qalmış arvadları və yetim qalmış qızları 2-ci Yakov tərəfindən öz arvadına kraliçaya bağışlandı. Kraliçə onları Lady William Penny'yə satdı. Ola bilsin kral baş tutmuş alverdən özünə çatacaq faizi almışdı. Ancaq 2-ci Yakovun bu qadınları satmasından çox William Penny'nin onları alması maraq doğurur. Əslində bu alverə bəraət qazandırma mümkün olmasa da, bunu bütöv bir səhrada yaşayışın təmin edilməsi üçün Penny'yə qadınlar lazım olması ilə izah etmək olar. Qadınlar canlı əmlakın bir hissəsi hesab olunurdu. Bu ledilər kral həzrətləri üçün heç də pis olmayan gəlir mənbəyinə çevrilmişdi. Cavanlarını baha qiymətə satırdılar. Qeyri-ixtiyarı Pennin yaşlı hersoginyalar ola bilsin dəyər dəyməzinə aldığını fikirləşmələr olursa. Kompratikosları həm də Çeylas adlandırırdılar. Bu, uşaq ovçuları mənası verən hindi sözüdür. Kompratikoslar demək olar uzun müddət açıq gəzirdilər. Hərdən cəmiyyətin qaranlıq tərəfləri cinayətkarların çoxalması üçün şərait yaradır. Belə halda onlar daha davamlı olurlar. Bizim günlərdə İspaniyada quldur Ramon Sellinin başçılığı altında 1834-cü ildən 1866-cı ilə qədər belə bir cəmiyyət yaranmışdı. 30 il ərzində onlar Valensiya, Alicante və Mursi kimi 3 əyalətli qorxu içərisində saxlamışdılar. Stuartların vaxtında sarayda kompratikoslarla çox yumşaq davranırdılar. Lazım gələndə hökumət onların köməyindən də istifadə edirdi. 2-ci Yakov üçün onlar demək olar instrumentum regni idilər. Hakimiyyət üçün alət. Bu, tabe olmaq istəməyi, baş əyməyən və ya nəyə görəsə maneə sayılan bütöv nəslin kökünün kəsildiyi, bir zərbə ilə bütöv ailənin məhv edildiyi, varislərin taxt-tacdan zorla uzaqlaşdırıldığı zamanlar idi. Hərdən yalançı şəkildə bir qanadın hüquqlarını o biri tərəfin xeyrinə pozurdular. Kompratikoslar insanın xarici görünüşünü dəyişə bilirdilər. Buna görə də onlar siyasətçilərin işinə yarayırdı. İnsanın xarici görünüşünü dəyişmək onu öldürməkdən yaxşıdır. Düzdür, dəmir maska da var idi. Ancaq bu çox kobud vasitə idi. Bütün Avropanı dəmir maska ilə doldurmaq olmazdı. Amma eybəcər oyunbazlar heç kimdə şübhə doğurmadan həmişə küçədə görünə bilərdilər. Bunda başqa dəmir maskanı qoparmaq olardı. Canlı maskanı isə yox. İnsanın təbii sifətini ömürlük maskaya çevirmək, bundan ağıllı nə ola bilərdi?
Kompratikoslar uşaqları Çinlilər ağacı emal edən kimi emal edirdilər. Dediyimiz kimi onların öz gizli sulları var idi. Bu bacarıq artıq təmiz itib batıb. Kompratikosların əlindən boyunun uzanmağı dayanmış əcaib canlılar çıxırdı. O gülüş doğurur, düşünməyə məcbur edirdi. Kompratikoslar uşağın zahiri görünüşünü elə bacarıqla dəyişirdilər. Onu hətta doğma atası tanıya bilməzdi. Hərdən onlar bel sütununa toxunmurdular, ancaq sifətini əyir. Uşağın təbii cizgilərini oğurlanmış burun dəsmalından nişanələri söküb çıxardan kimi sökürdülər. Oyunbazlıq üçün seçilənlərin sümük oynaqlarını bacarıqla çevirirdilər. Elə bil sümükləri yoxdur. Onlar gimnastlar hazırlayırdılar. Kompratikoslar təkcə uşağın sifətini dəyişmir, onun yaddaşını da silirdilər. Ən azından bacardıqları qədər. Uşaq onun necə şikəst edilməsini xatırlamırdı. Dəhşətli cərrahiyyə onun üzündə iz salır, ancaq yaddaşını hopmurdu. Ən yaxşı halda hansısa adamların onu tutduğunu, sonra yuxuya getdiyini və sonra onu müalicə etdiklərini xatırlayırdı. Hansı xəstəlikdən bilmirdi. O, nə kükürlə yandırılmağını, nə də dəmirlə doğranmağını xatırlamırdı. Əməliyyat zamanı kompratikoslar öz qurbanlarını hansısa adamın ağlını başdan çıxaran, heç bir ağrını hiss etməyə qoymayan sehirli tozdan istifadə edirdilər. Bu toz barədə Çində çoxdan bilirdilər. Ondan elə indi də istifadə edirlər. Çində bizdən çox qabaqlar kitab çap edilməsi, artilleriya, havada uçma, xloroform haqqında bilirdilər. Ancaq Avropada hər bir kəşf həmin andan canlanıb, inkişaf edib və əsl möcüzələr yaratsa da, Çində o xəlvətdə və ölü şəklində saxlanılır. Çin içərisində körpə rüşeymi saxlanılan spirt dolu bankadır. Çindən danışmışkən bir şey də xatırlamaq yaxşı olardı. Orada hələ çox qədim dövrlərdən insanın qəlbə tökülməsi adlandırma mümkün olan bir sənət var idi. 2 və ya 3 yaşlı uşağı əcaib formalı çini butulkanın içərisinə salırdılar. Ancaq uşağın başı və ayağı qabdan sərbəst çıxması üçün vazanın aşağısı və yuxarısı açıq olurdu. Gündüz vazanı dik saxlayırdılar, gecələr isə uşaq yata bilsin deyə yan üstünü uzadırdılar. Uşaq qabın boş hissəsini öz sıxılmış bədənə və əyilmiş sümüklərlə dolduraraq ancaq eninə böyüyürdü. Bu butulkanın içərisində böyümə bir neçə il çəkirdi. Müəyyən vaxt keçdikdən sonra uşaq düzəlməsi mümkün olmayan dərəcədə eybəcərləşirdi. Təcrübənin baş tutduğunu əmin olduqdan sonra butulkanı sındırır və onun içindən qabın formasını almış insana bənzər məxluq çıxırdı. Bu çox əladır. Ürəyin istəyən formada cırtdan sifariş verə bilirsən. İkinci İakov kompratikoslarla yumşaq davranırdı. Buna onun öz səbəbi var idi. Dəfələrlə onların xidmətindən istifadə etmişdi. Nifrət edilənlərə həmişə etinasız yanaşılmır. Siyasət adlanan bu kiçik sənət birtəhər yaşamağa məhrumdur, ancaq sıxışdırılmırdı. Onların başının üstündə heç kəs durmurdu, ancaq gözdən də qoymurdular. O həmişə lazım ola bilərdi. Qanun bir gözünü yumur, kral o biri gözünü açırdı. Hərdən işlər kralın onlarla əlbir olmağını boynuna alacaq həddə çatırdı. Monarxiya hakimiyyətinin həyasızlığı belədir. Hərdən qurbanları kral zambaqları ilə damğalayırdılar. Tanrının verdiyi yazını ondan alır, kral damğası ilə əvəz edirdilər. Melton qəsrinin sahibi, Norfolk qraflığının konstebli, əsilli zadəcan və baronet olan İakov Estlinin ailəsində alnında dövlət məmuru tərəfindən qızmar dəmirlə, kral lilyası ilə damğalanmış belə bir satılmış uşaq var idi. Bəzi hallarda uşağın taleyindəki dəyişiklikdə kralın iştirakının olub-olmamasını təyin etmək üçün bu vasitəyə əl atırdılar. İngiltərə öz ehtiyacları üçün zambaq gülündən istifadə etməklə bizə ehtiram göstərir. Kompratikoslar bəzi hallarda boğucu hindu təriqətinə oxşayırdılar. Əlbəttə, cinayət xarakterli işlə məşğul olan adamlarla qatı möhümatçı fanatik arasında fərq var. Onlar dəstələrə parçalanaraq oyunbazlıqla məşğul olurdular, ancaq bu diqqəti yayındırmaq üçün idi. Bu onların sərbəst şəkildə bir yerdən başqa yerə sərbəst hərəkət etməsinə imkan verirdi. Onlar gah bura, gah da başqa yerə köç edərək gəzir, ancaq başqa gəzərgi dəstələrə oxşamırdılar. Öz dindarlıqları ilə fərqlənir və heç vaxt oğurluq etmirdilər. Cəmaatın uzun müddət onları İspan və Çin mavırları ilə dəyişik salmaqları boşuna deyil. Saxta pul hazırlayanlara İspan mavırları, fırıldıqçılara Çin mavırları deyirdilər. Kompratikoslar isə başqa idilər. Onlar ağıllı başlı adamlar hesab olunurdular. Onların haqqında istədiyin fikirdə ola bilərsən, ancaq onlar hərdən adam bezdirəcək dərəcədə doğrucul idilər. Qapını döyür, içəri girir, uşağı alır, pul ödəyir və özləri də aparırlar. Sövdələşmə şəkli alıcıları nədəsə qınamağa haqq vermirdi.
Kompratikosların arasında müxtəlif millətlərdən olan adamlar var idi. Bu ad altında ingilislər, fransızlar, almanlar, italyanlar birləşirdilər. Bu cür sıx həmrəylik adətən eyni düşüncə tərzi, eyni məfhumatçılıq, eyni sənətlə məşğul olmanın nəticəsində mümkün olur. Bu quldurlar qardaşlığında Levantiyalılar şərqi, Avropanın qərb sahillərini, doğulanlar isə qərbi təmsil edirdilər. Basklar İrlandiyalılarla sərbəst danışırlar. Basklar və İrlandlılar hər ikisi qədim Puni dialektində danışdıqları üçün bir-birini başa düşürdülər. Bundan başqa Katolik İrlandiya ilə Katolik İspaniya arasındakı sıx əlaqələr də öz rolunu oynayırdı. Bu dostluq əlaqələri hətta az qala İrlandiyanın kralı sayılan Gael Lordu Branın Londonda asılması ilə nəticələndi və Litrim qraflığının yaranmasına səbəb oldu. Kompratikoslar tayfadan çox cəmiyyət, daha doğrusu cəmiyyətin tör-töküntüləri, bu dünyanın hər yerindən gəlmiş, cinayəti özünə peşə etmiş lütlərin toplusu, rəngarəng cır-cındırdan ibarət yığma tayfa idilər. Burada hər yeni adam dilənçi paltarına vurulmuş yamaq kimi görünürdü. Sərgərdanlıq kompratikosların yaşayış qanunları hesab olunurdu. Onlar görünür, sonra yenə yoxa çıxırdılar. Əgər kimsə ətrafındakıların xoşuna gəlmirsə, bir yerdə çox qala bilməz. Hətta kral çəkişmələri zamanı saraylarında onların sənətinə ehtiyac olan krallıqlarda belə hərdən onlarla çox amansız davranırdılar. Kral onların ustalığından istifadə edir, sonra isə həmin ustaları sürgünə göndərirdi. Bu cürə fikrinin üstündə axıra qədər durmamaq kral şıltaqlığının dəyişkənliyi ilə izah edilir. İxtiyar sahiblərinin xüsusiyyəti belədir. Köçəri sənət dığırlanan daş kimidir. Heç vaxt üstünü mamır basmır. Kompratikoslar kasıb idilər. Bir dəfə özü üçün yandırılmış tonqalı görən əldən düşmüş, üst-baş cırıq cadugərin dediyi kimi, onlarda nə vaxtsa özləri haqqında bu əziyyətə dəyməzdi, deyərdilər. Böyük ehtimalla onların böyük miqyasda uşaq alveri ilə məşğul olan başçıları varlı idilər. İndi bütün bunlardan 200 ildən artıq vaxt keçəndən sonra bunu araşdırmaq o qədər də asan deyil. Biz artıq kompratikosların bir növ cəmiyyət olduqlarını demişdik. Onların öz qanunları, öz andları, öz adətləri var idi. Demək olar, öz kabalistikası var idi. Kabalistika orta əsrlərdə sehr və müəmma haqqında yalançı elmlər və onlarla əlaqədar olan ayinlər. Əgər kimsə kompratikoslar haqqında daha çox şey öyrənmək istəsə, onun Biskaya və Qalisiyaya getməsi yaxşı olardı. Onların arasında çoxlu baskılara rast gəlinirdi. Ona görə həmin dağlarda onların haqqında çoxlu əfsanələr dolaşır. İndiki dövrlərdə də Oyarsunda, Urbistonda, Lesoda, Astirgarda kompratikosları xatırlayırlar. Həmin yerlərdə analar indi də öz uşaqlarını Aguarda Tenino Kuvu Alamar al Compresisos deyə qorxuzurlar. Mənası ay uşaq, məni işləndirmə, yoxsa kompratikosları çağıraram deməkdir. Kompratikoslar da qaraçılar kimi öz yığıncaqlarını keçirirdilər. 17-ci yüzillikdə onların belə görüşlər keçirmək üçün 4 məntəqələri var idi. Biri İspaniyanın Pangorba dərəsində, ikincisi Almaniyada, Dikirk yaxınlığında qəddar qadın addaşıyan meşə talasındaydı. Orada başlı qadın və başsız kişinin təsvir edən 2 sirli barelyef var idi. Üçüncüsü Fransada, Bourbon le Bena yaxınlığında müqəddəs meşədəki vəd barmaqları heykəlinin olduğu təpənin üstündə. Dördüncüsü İngiltərədə, Clevelanddə, York qraflığında Disprose Equire William Challonerə məxsus bağın hasarından kənarda 4 künclü güllə ilə şişbucaq darvazası olan divarın arxasında yerləşirdi. Sərgərdanlara qarşı yönəlmiş İngilis qanunları öz amansızlığı ilə seçilirdi. Adam elə gəlir, orta əsrlər İngiltərə qanunvericiliyi Homo erans fer erante pejor prinsipini rəhbər tuturdu. Yəni avara gəzən insan avara heyvandan qorxuludur. Xüsusi statuslardan biri daimi yaşayış yeri olmayan insan aspid, zəhərli ilan, əjdaha, vaşaq və uzunquyruq Amerika kərtənkələsindən də qorxulu canlı hesab edilirdi. İngiltərənin yaxasını qurtarmaq istədiyi qaraçılar uzun müddət onlara qırıb başa çatdıqları canavarlar qədər əziyyət verirdi. Bu işdə ingilislər müqəddəslərə yalvararaq canavara can sağlığı diləyən və onları özlərinin xaç ataları adlandıran İrlandlılardan fərqlənirlər. Ancaq indi gördüyümüz kimi it əvəzinə əli öyrədilmiş canavara barmaqarası baxan İngilis qanunvericiliyi hər hansı bir sənətlə dolanan sərgərdanlara qarşı da mülayim davranırdı. Heç kim özünü öz əməyi ilə dolandıra bilən nə oyunbazı, nə sərgərdan bərbəri, nə həkimi, nə səyyar satıcını, nə də kimyagəri gözüm çıxdıya salmırdı. Ancaq bu şərtlərə cavab verməyən hər bir sərgərdan artıq qayda-qanun üçün təhlükə sayılırdı. Hər bir vaxtını boş keçirən avara ictimai sakitliyə təhlükə yaradır. Bizim dövr üçün adi sayılan dünya səyahətini o dövrdə anlamırdılar.
Onlar əsrlər boyu bunu sərgərdanlıq hesab ediblər. Şübhəli adlandırılacaq görünüş cəmiyyətin belə adamın yaxasından yapışaraq sən harda yaşayırsan, nə işlə məşğulsan deyə soruşması üçün kifayət edirdi. Əgər bu suallara cavab verə bilmirdisə, onu çox ağır cəza gözləyirdi. Qanunlarda əmir və alov kimi təsir vasitələri nəzərdə tutulurdu. Qanun sərgərdanlığı yandıraraq yox etməyə çalışırdı. Buradan da yazılmamış şübhəli şəxslər haqqında qanunun bütün İngiltərə ərazilərində yaşayan sərgərdanlara, o cümlədən qaraçılara şamil edilməsi nəticəsində onları qovub çıxarırdılar. Qaraçıların qovulmasını, buna görə hətta Yahudi, Mavrlar və protestantların İspaniyadan qovulmasına bənzədirlər. Bizə gəldikdə isə biz tutatutla qovulmanı bir-biri ilə qarışdırmırıq. Təkrar edirik, kompratikoslar qaraçılara oxşamırdılar. Qaraçılar müəyyən xalqdır. Kompratikoslar isə müxtəlif millətlərin qarışığından, onların tullantıları zirzibillərindən ibarət idi. Kompratikosların qaraçılardan fərqli olaraq öz dilləri yox idi. Onlar müxtəlif dillərin qarışığından ibarət dildə danışırdılar. Onlar bir-birini öz aralarında sözlərini başqa-başqa dillərdən götürmüş cəfəng bir dildə baş salırdılar. Kompratikoslar da sonunda qaraçılar kimi köçəri tayfalar içərisində bir tayfaya çevrilmişdilər. Ancaq onların nəsil kökləri deyil, peşələri birləşdirirdi. Bütün tarix boyu sonsuz bəşəriyyət okeanında bu cürə ətrafına zəhər səpən ziyankar insan axını müşahidə olunub. Qaraçılar tayfa idilər, kompratikoslar isə bir növ mason cəmiyyətini xatırladırdılar. Ancaq mason cəmiyyətindən fərqli olaraq onlar ali məqsədlər güdmür, çox çirkin sənətlə məşğul olurdular. Qaraçılar bütpərəst, kompratikoslar isə xristian idilər. Müxtəlif millətlərin yığnağı olsalar da, dindar İspaniyada yaranmış bu birliyə layiq çox yaxşı xristian hesab oluna bilərdilər. Onlar çox dindar xristiandılar, katolik, hətta ifrat dərəcədə katolik idilər. Onlar çılğıncasına papaya sadiqlik göstərirdilər. Həm də onlar öz etiqadlarını yüksək dərəcədə ciddi cəhdlə qoruduqlarından Peş komitəsindən olan və dəstənin başında ağsaqqal duran Macar köçərləri ilə birləşməyə razı olmamışdılar. Onun əlində başçı əsası əvəzinə gümüş dəstəyində iki başlı Avstriya qartalı ilə bəzədilmiş əl ağacı var idi. Düzdür, bu Macarlar təfriqəçi idilər və hətta 27 avqustda Məryəmin öldüyü günü bayram edirdilər. Çox iyrənc günahdır. İngiltərədə Stuartların dövründə kompratikoslar göstərdiyimiz səbəblərdən hakimiyyətin himayəsi altında idilər. Yahudiləri hər yerdə təqib edən, qaraçıları məhv edən və çılğıncasına dinə sadiq olan 2-ci Yakov kompratikoslara qarşı mərhəmətli davranırdı. Biz artıq bunun səbəbini bilirik. Kompratikoslar kralın satdığı insanların alıcıları idi. Onlar qəfil yoxa çıxmaları çox təbii şəklə salırdılar. Hərdən dövlətin rifahı üçün bu cürə yoxa çıxanlar lazım olurdu. Kiminsə yolunun üstünə dayanmış azyaşlı varis onların əlinə düşdükdən və müəyyən əməliyyat aparıldıqdan sonra tanınmaz hala düşürdü. Bu əmlakın müsadə edilməsini asanlaşdırır, irsi əmlakın istəklilərinə verilməsini yüngülləşdirirdi. Bundan başqa kompratikoslar çox təmkinli hərəkət edir və susmağı bacarırdılar. Sirrin ortaya çıxmayacağına söz verdikdən sonra sözlərinin üstündə dururdular. Bu dövlət işlərində ən vacib şərtlərdən biridir. Onların kral sirrini ortaya çıxardığını görən olmayıb. Düzdür, bu onların da maraqlarına uyğun idi. Kralın inamını itirdikləri təqdirdə onlar çox böyük təhlükələr gözləyirdi. Beləcə siyasi nöqteyi nəzərdən onlar hakimiyyətə kömək edirdilər. Bundan əlavə bu işinin ustaları müqəddəs atanı kilsədə xorda oxuyan xor müğənniləri ilə təmin edirdilər. Onların sayəsində Allegri'nin Misereresini ifa etmək olardı. Onlar xüsusən müqəddəs Məryəmi hörmətlə anırdılar. Bütün bunlar papanın tərəfdarı olan Stuartların xoşuna gəlirdi. 2-ci Yakov dindarlığı kilsə xorunda oxumaq üçün xədimlər hazırlamaq həddinə çatan adamlara qarşı qərəzli davrana bilməzdi. 1688-ci ildə İngiltərədə xanədanlığın dəyişikliyi baş verdi. Şəhzadə Oranski Stuartı sıxışdırdı. 2-ci Yakovun yerinə 3-cü Wilhelm tutdu. 2-ci Yakov sürgündə vəfat etdi. Onun qəbrinin üstünə möcüzə baş verdi. Onun cənazəsi yepiskop Atenskini Fitsuldan xilas etdi. Bu, həmin rahibin xristianlıq xeyirxahlığının ən layiqli əvəzi idi. 2-ci Yakovun düşüncə tərzi ilə razılaşmayan və öz işində başqa əqidəni rəhbər tutan Wilhelm Oranski kompratikoslara qarşı sərt mövqe tutdu. O, bu zərərli tör-töküntüləri məhv etmək üçün bir xeyli zəhmət çəkmişdi. 3-cü Wilhelmin və Marinin hakimiyyətinin başlanğıcında verdiyi əsasnamə tam gücü ilə kompratikosların cəmiyyətin başına töküldü.
Bu onlar üçün çox güclü zərbə oldu. Bundan sonra heç vaxt özlərinə gələ bilmədilər. Bu əsasnaməyə görə cinayət üstündə tutulmuş dəstənin üzvləri damğalanmalı idi. Onların çiynində qızardılmış dəmirlə roj, yəni fırıldaqçı mənası verən R hərfi, sol əlində thief, yəni oğru mənasını verən T hərfi, sağ əlində mansley, yəni qatil mənasını verən M hərfi qoyulurdu. Görünüşcə yoxsul görünsələr də böyük ehtimalla varlı adamlar olan başçıları kolstrigium olunmağa, yəni rüsvayçılıq dirəyində dayanmağa məcbur edirdilər. Onların alınlarına P hərfi basılırdı. Əmlakları müsadirə edilir, bağlarındakı ağaclar kəsilib kökündən çıxarılırdı. Kompratikoslar barədə xəbər verməyənlər onlarla əlbir sayılırdılar. Əmlakları müsadirə edilir, özləri də ömürlük zindana salınırdılar. Quldur dəstəsində olan qadınlar isə sucking stool adı daşıyan cəzaya məhkum edilirdilər. Bu bir növ tələ idi. Terminin özü fransız sözü olan kugin, əxlaqsız qadın və alman sözü olan stool sözlərinin birləşməsinə əmələ gəlib. İngilis qanunları öz uzunömürlüyü ilə seçilir. İngilis cinayət məcəlləsinə davakar qadınlar üçün bu cəza həldə qalır. Cooking stool çayın və ya gölün üstündə asılır, qadını onu otuzdurub suya sallayırlar. Bu əməliyyatı 3 dəfə təkrar edirlər. Bunu şərhçi Chamberlain günahkarın qəzəbini soyutmaq üçün edilir deyə izah edir.